parçanın sərilməsi. Parçanın sərilməsi. Tamam, doğrudur. Bəs yaxşı müəllimə, ülgünü neçə üsulla hazırlayırdıq? Ülgünün 2 üsuldan. Biri düz bucaqlı idi. Orada xəttkeşlə, karandaşın köməyi ilə əvvəlcə ölçülər zətlər çəkilib. Bir də moda jurnallarından. Hansı formalı detalları biz özümüz damalı kağızda yerinə çəkə bilirdik? Düz bucaqlı. Bir də sadə quruluşlu detallar. Sadə quruluş. Tamam. Bəs moda jurnallarından həqiqi ölçünü götürəndə nədən istifadə edirdik? Şəffaf kağızdan. Tamam, doğru. Onu keçirirdik. Tamam, şəffaf kağızı bir də başqa nə ilə əvəz eləyə bilirdik? Vərəqlərdə deyil, ola bilərdi, kağızlarda. Yox, məsəl üçün ümumiyyətlə şəffaf kağızdan istifadə etmək üçün Polietilin plyonkadan istifadə edirdik. Tamam, doğru. Son olaraq müəllimə bir dənə də sual verim. Dibi yanmış qazanları necə yuyurduq? İslağa qoyurduq müəllimə. Aha. Yumşalırdıq. Rahat şəkildə də yuyurduq. Tamam, doğru. Hə. Daha sonra keçək Aynur müəlliməyə. Aynur müəllimə, səsinizi açın müəllimə. Yoxsuz müəllimə burada. Aygün müəllimə, sizlə davam edək. Bəli, müəllim. Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir olsun. Aygün müəllimə, deyək görək müəllimə, şuruplar təyinatına görə neçə cür olurdu? 3 cür olurdu. Gizli, yarım gizli, yarım dairə. Yarım dairəvi, gizli. Bir dəqiqə. Tamam. Lamiyə müəllimə, sizlə davam edək. Buyurun, mənim buyurun. Ha, tamam. Deməli, yarım dairəvi, gizli, yarım gizli olurdu. Ümumiyyətlə, şurup birləşməsi yerinə yetirəndə əməliyyatımız necə idi? Necə davam edirdi? Əvvəlcə yerini təyin edirdik, nişanlayırdıq. Doğru. Daha sonra isə şurupu, yəni baxırdıq da, yəni necə şurup edirik, sonra onu vurğulayırdıq. Birinci deyirdik müəllimə, onu burğu ilə şurupun başlığı üçün yuva açırdıq. Sonra da vintaçanla şurupu vuraraq bərkidirdik. Vurğulayıb, hə, vint deyirdik. Bəs müəllimə, təbii yapışqanlarımız hansı idi? Təbii yapışqanımız kazein. Kazein və bir də? Xarrat. Tamam, xarrat yapışqanı idi. Doğrudur müəllimə. Yaxşı müəllimə, bütün yollayıcı alətlərin qəlibləri hansı materialdan olurdu? Taxtadan və dəmirdən. Metaldan. Tamam, bu da doğru. Bir dənə də rəndənin quruluşunu deyin, zəhmət olmasa. Qəlibi var, bıçağı var, dəstəyi var. Çoxancə elə 3 dənə idi. Gəlib, bıçaq, paz, dəstək. Bıçaq, paz, dəstək. Paz demədim, pazı bir də. Tamam. Elektrik enerji mənbələrimiz nələr idi bəs müəllimə? Elektrik enerji mənbələrimiz su elektrik, sudan olan, köfdən olan. Yox, müəllimə. Mənbələrimiz, o mənbələrimizi soruşmuram, sudan, enerjidən. Enerji mənbələrimiz var idi. Galvanik element, sonra... Deməli, generator var idi, galvanik element var idi, galvanik element bateriyası var idi, akkumulyator var idi. Tamam, bir də akkumulyator idi, doğrudur müəllimə. Yaxşı, bəs müəllimə, ən güclü stansiyalar hansı stansiyalar idi? İstilik stansiyaları. İstilik elektrik stansiyaları. Bu zaman istilik nədən əldə olunurdu müəllimə? Transformatorlardan. Yox, istiliyi nədən əldə edirdik? Baxırdım, misal üçün o bir var, bilmirəm, indi sualı düz başa düşürəm, körfdən, torfdan, kömürdən, torfdan, elə onu soruş. Yox, istilik, sudan enerji alırdıq, amma istilik elektrik stansiyaları kömür və torf vasitəsilə işləyirdi. Doğrudur müəllimə. Bu zaman nə baş verirdi müəllimə? Məsəl üçün, istilik elektrik stansiyaları nəyin güclə işləyirdi, necə işləyirdi? O generator pəri var idi, fırlanırdı, onun hesabına isti buraxırdı. Bəli. Deyirdi ki, həmin o kömürü, törfü yandırırlar. Bu zaman orada yüksək buxar yaranır. Bu buxar axını da generatorun pərlərini başlayır fırlatmağa. Bu zaman məlumdur ki, burada bir enerji yaranır. Enerji yaranır. Generatorlar da bu enerjini elektrik enerjisinə çevirirdi. Tamam. Yaxşı, bəs müəllimə, bəs elektrik enerjisini mexaniki enerjiyə çevirən qurğumuz nə idi? Elektrik enerjisini mexanik enerjiyə çevirən qurğumuz. Bir
dəqiqə mühərrik idi. Tamam, Yox. doğru, bəli müəllimə, mühərriklər idi. Düzdür, mühərrik. Doğru, düzdür müəllimə, bəli. Bəs mexaniki enerjini elektrik enerjisine çevirən nə idi? O şeydi. Generatorlarımız idi bu. Generator idi. Bəs hansı deməli bir dəqiqə müəllimə. Bəs hansı bizim mühərriklər idi ki, onlar həm generator kimi, həm də mühərrik kimi işləyə bilirdilər? Bir dəqiqə buxar şeydən Yox. Kim desin bunu? Ruhiyyə müəllimə, siz deyin müəllimə. Hansı Ayda bilirdim əslində. Hə, kim, Elə. amma yadıma çətin Hə, o yuxarı sinifdədir çünki 8-ci sinifdədir. Kollektorlu mühərrik. Tamam. Doğru, doğru. Bəli müəllimə, kollektorlu mühərrik idi. Aha, bəs yaxşı, Aygün müəllimə, bəs ütülərimiz çəkisinə görə neçə kiloqramdan neçə kiloqrama qədər olurdu? 1 kiloqramdan 5 kiloqrama qədər. Əla, doğru müəllimə. Bir də sizdən soruşacağam. Deməli, qayğanağı müəllimə. Qayğanaq bir nəfər üçün nə qədər yumurtadan, nə qədər yağdan hazırlanır? Bir nəfər üçün qayğanağa 2 yumurta, adam başına 2 yumurta, bir də 10 qram kərə yağı lazım olurdu. Tamam, doğru. Axır suyun altında fırçalayırdıq, sonra Yumurtanı. bişirdik. Bəli, neçə dəqiqə təxminən bişirdi? 2-3 dəqiqə ərzində bişirdi. Bişib-bişməməyini necə müəyyən edə bilirdik? Ağına baxırdıq da, ağı ağar bişibsə, yəni Bəli. üstündə yəni görünürsə Ağı bişibsə. ağaran kimi bilirdik ki, dərhal götürürdük də biz onu sobanın üzərindən. Bəs yumurtanın tərkibində hansı vitaminlərimiz var idi? A var, D var, B var. Doğrudur. Yumurtanın tərkibindəki hansı vitamin idi ki, süddən daha çox idi? D. D vitamini idi, bir də dəmir idi ki, süddəkindən daha çox idi. Yaxşı, burğulama üsullarımız, mexaniki və yaxud da əldireli ilə burğulama üsullarımız neçə cür idi? 2 cür idi. Bir mexaniki ilə edirdik, bir də elektriklə. Üsullarımız müəllimə, mexaniki, elektrika hələ burada keçmirik də, elektrik 6-cı sinifdə öyrənirik. Burada biri var idi əldirelimiz, bir də var idi mexaniki əldirelimiz. Bax, bu iki əldirellə burğulama üsullarımız hansılar idi? Belə gedişatını deyim, yəni düz bucaq Bax, birini mən deyim, işarə yadınıza düşəcək. Biri var idi ki, verstakın sıxacında pəstahı bərkidərək burğuluyurduq, bəs digərini? Digər üsulumuz nə idi? Dayaq üzərində mən. Dayaq üzərində. Tamam, doğrudur. Dayaq üzərində. Tutma dəstəyi mexaniki əldirelində idi, yoxsa adi əldirelində idi? Tutma dəstəyi mexanikidə idi. Tamam, mexanikidə. Bir də mexaniki əldirelində nə bərkidilmişdi ki, həmin bu belə mexanizm fırlanmanı dəstəkdən alırdı, patrona ötürürdü. Dişli mexanizm. Dişli mexanizm idi. Ümumiyyətlə direllərdə hansı ötürücüdən istifadə olunurdu? Dişli ötürmədən istifadə olunurdu. Tamam, doğrudur. Yaxşı, bir dənə də siz mənə mişarların dişlərinin formasına görə növlərini deyin. Nəyi müəllim? Mişarların dişlərinin formasına görə növləri. Eninə, qoy mən birini sizə kömək edeyim. Eninə, mişarlama. Eninə, uzununa. Bir də liflərin eninə, uzununa. Tamam, doğrudur. Yaxşı, bəs müəllimə, burada eninə mişarlamaq üçün mişarların dişləri hansı bucaq altındaydı? 90. Yox. Orada eninə uzunluğundaydı. Liflərin eninə və uzunluğuna mişarlayanda alfa bərabərdir 90 dərəcəyə, düz bucaq altındaydı. Bəs eninə də alfa 90A böyükdür 90-dan, kör bucaq altında da belə deyək. 90 dərəcədən böyük olurdu eninə mişarların dişləri. Amma bəs uzunluğuna mişarların dişləri hansı bucaq altındaydı? O da şeydən 90-dan böyük idi. Kiçik, uzunluğu olanda kiçik, 2 bucaq altında deyək də ona. Hə, A bərabərdir 90-dan kiçiyə. Yəni 90 böyükdür alfadan, A-dan, nə desə ona. Bəs müəllimə, bərk oduncaqların təmizlənməsində, emal payının çıxarılmasında nədən istifadə edirdik? Hansı yolu təmizləmə aləti? Yeyədən istifadə edirdik, doğrudur müəllimə. Yaxşı, bir də sizə bir dənə sual verim. Bəs pərçim birləşməsindən haralarda istifadə olunurdu?
şeydə gəmi qayırmada, təyyarədə, körpü salmada. Tamam. Metalları birləşdirmək üsullarından ən geniş yayılmışı hansı idi? Ən geniş mismarla. Metal, müəllimə. Oduncağı soruşmadım. Bax, metalları. Metalın Aha. qatlama. Tamam, əla, doğru. Bəs qatlama tikişindən ən çox aralarda istifadə edirdik? Qatlamada deyirsən belə yadım damların örtüyü idi. Bəli, damların Orada deyir, dam örtüklərinin polad təbəqələri, ventilyasiya, su qarışdırıcı borular. Ventilyasiya onu yadıma salmağa çalışırdım. Bəs yaxşı, bir dənə də sual verəcəm sizə. Keçək digər müəlliməyə. Siz məngənənin hissələrini deyir mənbə. Məngənənin hansı hissələri var idi? Bəli. Hərəkətli dodaq, hərəkətsiz dodaq vardı. Çatısı, dayaq çatısı var idi. Dəstəyi var idi. Bir də ki Vinti var idi. Tamam, doğru, düzdür müəllimə. Gəlin bir dənə də sizə sual verim, soram sizdən sağollaşaq bircə dəqiqə. Deməli, nəyi soruşacağam müəllimə sizdən? Şkafların, yazı masaların, dolapların qapılarının bərkidilməsi üçün hansı furniturdan istifadə edirdik? Şkafların, yazıların. Ümumiyyətlə, qapıların, qısa desək, qapıların bərkidilməsi üçün. Hansı qapı olur olsun, fərq eləmir. Başqa ipucu. Qapını məsəl üçün çərçivədən... Yox, qapılarımızı bərkitmək üçün nə deyirik? O kənarlarda olur, iki dənə olur. Biri aşağı hissədən, biri yuxarı hissədən. Qıfıllar. Bağlamaq demirəm. Qıfılın açar sözü bağlamaq idi. Qapıların bağlanması üçün. Bərkidilməsi üçün həncamalar idi, müəllimə. Petlə də deyirik bəzən buna. Həncama sözünü yadımızda saxlayın. Baxım yenə yaddan çıxır yavaş-yavaş. Daha sonra bir dənə də sual verim. Bəs pomidor bitkiləri hansı hündürlüyə çatanda biz onu daimi yerlərinə keçiririk? Daimi yerinə 10-15 santimetrə çatanda daimi yerlərinə keçiririk. Tamam, doğrudur müəllimə. Daha sonra sizdən sonra kimdir? Aysel müəllimə, sizlə davam elədik, yoxsa sizlə sual cavabı olduq. Kim qaldı burada? Aynur müəllimə yoxdur. Aynur müəllimə, buradasınız? Buradayım müəllimə. Tamam. Aynur müəllimə. Aynur, sizlə müəllimə. Bayaq da çağırdım sizi, yox idiniz. Müəllim bulaqdır idi, gəlib çatana qədər üzürürsən. Eyb yox müəllimə. Deyin görək müəllimə, deşik yerlərini, çevrə və qövsləri nə ilə nişanlayırdıq? Pərgərlə müəllimə. Pərgərlə. Bəs bizlə nə iş yerinə yetirirdik müəllimə? Bizlə də deşikdə, necə deyim, bizlə deşik, birinci deşikdə müəllimə deşmə yerlərini nişanlayıb, sonra deşik açırdıq. Tamam, həm deşmə yerlərini nişanlayırdıq, həm də deşik açırdıq. Tamam, doğrudur. Bəs ümumiyyətlə nişanlama xətlərini nə ilə çəkirdik? Xətti karandaşla müəllimə. Karandaşlardan istifadə edirdik, bu da doğrudur. Bir də siz mənə deyin ki, bəs miqyas nə idi? Miqyas nə idi müəllimə? Neçə dəfə böyüldü, kiçildi, həqiqi ölçülərdə müəllimə. Ədədin? Məmulatın həqiqi ölçüsü. Neçə dəfə böyüdüldü, kiçildiyini göstərən ədəd idi. Tamam, bəli. Məmulatın həqiqi ölçüsünün nə qədər böyüdüldüyünü və kiçildiyini göstərən ədəd idi. Yaxşı, bəs müəllimə, çertojun üzərində ölçülər hansı xətlərlə göstərilirdi? Çertojun üzərində xətlər müəllimə. Bəli, ona deyir rəqəm 6 xətlər. Yəni o ölçü göstərən xətlər. O şey nazik idi də müəllimə. Bütöv nazik. Bütöv nazik. Yaxşı. Bütöv nazik xəttin üzərində yazılıb məsəl üçün 30 mm. Bu miqyasla mı göstərilib, yoxsa elə həqiqi real ölçüdürmü çertojda verilib? Real miqyas müəllimə. Nədir bax miqyas? Miqyas necə başa düşmüsünüz? Miqyas nə idi? Miqyas ya böyütmədi, ya da kiçiltmədi. Tamam, bildim. Amma real ölçülər saxlanılırdı. Tamam. Bax, çertojun ki, üzərində o rəqəm 6 xətlərdəki verilib ölçülər. Elə o çertojun özü real ölçüləridir. Sadəcə olaraq millimetrlə göstərilib. Ona görə bəzən orada arxada çoxlu sıfırlar olur da, millimetrə çevirdiklərinə görə. Amma miqyas təsviri nə qədər orada kiçiltmişik və yaxud da təsviri orada nə qədər böyütmüşük, miqyas bunu göstərir.
Yəni o çertojdakı o şeylər var, rəqəmlər. Onlar miqyas demək deyil də. Yəni miqyası onunla qarışdırmayaq. Çertojda göstərilən rəqəmlər elə onun real ölçüləridir. O nə azaldıla, nə də çoxaldıla bilməz. Eyni realda nədirsə onu göstərib orada. Miqyas təsvir. Məsələn, bir evin şəklini əgər bir çertojunu çəkiriksə, olduğu kimi çəkə bilmərik axı orada. Orada biz göstəririk ki, yəni bu şəkli biz neçə min dəfə kiçiltmişik və yaxud da neçə yüz dəfə kiçiltmişik. Nə qədər kiçiltmişiksə, onu da rəqəmlərlə göstərir. Yəni 1-in 2-yə, 1-in 4-ə, 1-in 5-ə. Bu ola bilər ki, daha da böyük ola bilər də. Bu sadəcə olaraq şablon rəqəmlərdir ki, bizə verib ki, biz aydın olsun. İndi bizə deyəndə bunu uşaqlar üçün nəzərdə tutub da 5-ci siniflər üçün, ona görə çox başqa rəqəmlər vermir. Yəni ola bilər ki, 5 dəfədən də çox kiçildilə və yaxud da böyüdülə bilər hər hansı bir detalın ölçüsü. Bəs müəllimə, nişanlama nəyə deyilirdi? Nişanlama nə idi müəllimə? Nöqtələrin qeyd olunmasıydı da. Elə ki, elə bir yerin göstərən kontur xətləri çəkildi, sonra nöqtələr qeyd edildi. Bəli. Deyirdik, pəstahın üzərində kontur xətlərinin, nöqtələrin qeyd olunması prosesinə deyirdik nişanlama. Bəs yaxşı, eyni mövzudan çox verməyim sizə. Siz bir də deyin ki, oduncaq ilə işləmək üçün bizim tərtibatlarımız hansılar idi? Oduncaqla işləmək üçün tərtibat. Bəli. Bu verstaq, çilingər verstaqı. Tərtibat mənim, tərtibat. Yox, tərtibat. Atlıq taxta sonra. Mişarlama qutusunu deyirsiniz. Tamam, doğru. Mişarlama qutusu, mişarlama üçün dayaq. Bəli. Deməli atlıq taxta, dayaq, bir də mişarlama qutusu. Doğrumu? Qutusu bəli. Tamam. Bəs mişarlama qutusunu nə üçün istifadə edirdik? Nə işə yarayırdı? O müxtəlif bucaqlarda elə bil neyirdik oduncağı kəsirdik. Kəsmək üçün hansı bucaqlar altında kəsmək olurdu? 30, 60, 30, 45, 40, 60, 90 dərəcə. Ay, sağ ol, doğru. Hə, 40. 30, 40, 45, 60, 90. 60, 90. Bəs mişarlama qutusunun hansı hissələrdən ibarət idi? Deyirdi bir təməl, 2 tircik, bir təməl. Tamam, doğrudur, bəli müəllimə. Orada işimizin gedişatı necə idi müəllimə? Necə tuturduq pəstaha həmin o mişarlama? Ümumiyyətcə mişarlama qutusundan istifadə etmək üçün onu harda bərkitmək lazım idi? Verstaqın sıxacında müəllimə bərkidirdik. Sonra o deyirdi ki, sol əlin baş barmağı ilə neynirdik? Sıxırdıq. Pəstahı tirciyin yan tərəfinə sıxırdıq. Hə, sıxırdıq. O da deyirdi ki, o şeyin qarşısına düşməlidir də o mişarlama xəttini. Mişarlama xətti, bəli, o mişarlama yerinin qarşısına düşməlidir ki, onu mişarlaya bilək. Doğru müəllimə, doğrudur. Bəs bir dənə də yeyənin hissələrini deyim müəllimə. Hə, müəllimə yeyənin hissəsi. Demək orada üzük var idi, daban var idi. Ardıcıl gedək, dəstək. Dəstək, sonra üzük, daban. Sonra nə? Kərtik, tircik. Birinci tircik idi, sonra kərtik idi. Birinci tircik olar ki, üstündə də kərtik atsınlar da, o mənada fikirləşin ki. Birinci tircik, kərtik, sonra da uç hissəsi idi. Bəs en kəsiyinə görə hansı formaları var idi yeyənin? Demiş müəllimə, en kəsiyinə görə yeyələri, o şeyə getdik. Bir qatlı, törpülü, onu deyirsiniz müəllimə. O nə idi? Kərtiklərinin formasına görə idi törpülü. En kəsiyinə görə bəs. En kəsiyinə görə o 7-də nə idi? Onu deyirsiniz. Hə, onları deyir zəhmət olmasa. Yadıma düşsə müəllimə, dairəvi var idi, rom şəkilli var idi, bıçaq şəkilli var idi. Yassı var idi, kvadrat var idi, üçüzlü var idi. Kvadrat var idi, bəli. Tamam. Bunları da en kəsiyini nəzərə alaraq, şəkilə nəzərən öyrənin ki, ola bilər ki, yeyənin şəklini salsınlar və növünü soruşsunlar ki, en kəsiyinə görə hansı növdədir, bilmiş olasınız. Bəs daha sonra bir də müəllimə elektrik sxemləri neçə cür olurdu? Prinsipial, bir də montajlı müəllimə. Tamam. Deməli müəllimə, desək ki, bəs elementlərin birləşmə prinsipini göstərməklə yerinə yetirilən sxem. Prinsip müəllimə, prinsipialdır elə. Tamam, doğru, əla. Daha sonra, deməli, bəs müəllimə, bir dənə də sizə nədən sual verim? Bəs qida hazırlama mədəniyyətinə nə deyirdik? Qida hazırlama mədəniyyətinə nə deyirdik? Kulinariya. Tamam, əla, doğru, kulinariya deyirdik, bəlmə. Yağla çörək nə idi, bəlmə, alman dilindən? Buterbrot idi. Bəs hansı ərzaqları biz qızdırıcı cihazların yanxınlığına qoymamalıydıq?
Hansı ərzaqları müəllimə? Bəli, qızdırıcı cihazların yaxınlığına qoymamalıydıq. Hansı ərzaqları qızdırıcı cihazların yanına qoymuş. Çünki onlar asanlıqla alovlanırdı deyirdik. Bunlar nə idi? Eyni ilə mikrodalğada da bunların deyirdik ki, molekulları yüksək olduğuna görə. Hə, o şəkər. Aha. Ondan sonra 11 sinir. Şəkər və yağ idi burada. Bəli. Hə, yağ. Bunlar biraz tez alışan olaraq, elə zaten özümüz də görürük. Bəzən biraz cana yağ kənara belə sıçrayıb düşən kimi orada bir alovlanır başlayır. Ona görə bu kimi əşyalarımızı deyirdi, yəni qızdırıcı cihazların yaxınlığına qoymayaq. Bir də açıq və daha doğrusu sadə və mürəkkəb olan buterbrodlarımız hansılar idi? O da deyirdim müəllim, o içindəki ərzaqlara görədir də. Bir növ ərzaqdırsa sadədir, bir neçə növ ərzaqdırsa mürəkkəbdir. Aha, əla. Bəs süfrəyə soyuq və isti halda təqdim olunan hansı idi? Süfrəyə soyuq, o da Elə bu da buydu da açıq buterbrodlarımız idi. Doğru. Açıq buterbrodlarımız həm soyuq, həm də isti halda verilirdi. Bəs müəllimə, isti içkilərimiz deyəndə nəyi nəzərdə tuturduq? çayı, Sonra. çay, qəhvə, kakao, hə. Elə bunlar həmişə isti halda mı qəbul olunurdu, yoxsa bunları soyuq halda da qəbul etmək mümkündürmü? Soyuq da olurdu da deyəsən mən. Bəli, deyirdik ki, artıq bəli, müasir zamanəmizdə bunları nəinki isti içki kimi, bəzən də bəli, soyuq halda da, yəni ləzzətli olurdu. Çay olsun, kofe olsun, daha doğrusu qəhvə və yaxud da kakao olsun. Kakaonun dəmləmə, daha doğrusu qəhvənin dəmləmə müddəti nə qədər idi? Bu bilir ki, mənim 3-5 dəqiqə idi də. Deyirdi birinci qaynama həddinə çatdırırıq, sonra götürürük üzərindən. 3-5 dəqiqə dəmə qoyuruq sonra. Doğru, düzdür müəllimə, doğru, əla. Daha sonra keçər Ruhiyyə müəllimə ilə. Ruhiyyə müəllimə, səsinizi açın. Bəli, mənim axşamınız. Axşamınız xeyir olsun, ay müəllimə, səsiniz gəlsin. Yoxsa sorun. Qoşuldum, bəli. Sonra səkin orta etdiyiniz Elə? Hə, görmədim. Sizə sual cavab eləyə bilmədim. Mən siz çatanda yox idiniz. Başlayaq müəllimə sizlə. Deməli müəllimə, siz deyin görək, təbəqə metalın düzəldilmə ardıcıllığı necə idi müəllimə? Nazik təbəqə metalın Hə, düzəldil. Bəli müəllimə, əyriliyinin düzəldilmə. 90 dərəcə bucaq altında kənarların O qatlama tikişi idi müəllimə. Ruhiyyə müəllimə, qatlama tikişidir. Eybi yox müəllimə, narahat olmayın. Hə, burada neynirdik? 52 əlcək geyindiyimiz proses idi. Təbəqə metal, dəmir, bu yadıma salım deyəcəm. Tamam. Nə? Əvvəlcədən məngənədə bərkidilir. Yox, müəllimə, düzəltmə lövhəsi üzərinə qoyurduq, sağ əlimizə çəkic götürürdük və başlayırdıq, sol əlimizlə də pəstahı tuturduq. Ona görə də sol əlimizə əlcək geyinirdik. Pəstahı tuturduq, sağ əlimizlə başlayırdıq, çəkicdə zərbələr vurmağa. Aha, bu zaman zərbələrimiz müəllimə, məmulatın o qabarıq hissədən mərkəzə doğru mu döyəcləyirdik, yoxsa mərkəzdən kənara doğru mu? Mərkəzə doğru, qıraqdan kənardan mərkəzə doğru, bəli müəllimə, bu şəkildə. Bayaq müəllimə də vurğuladı. Əgər nazik, yumşaq metaldırsa, bu zaman hansı çəkicdən istifadə edirdik? Taxta çəkicdən. Tamam, taxta çəkicinin köməkliyi və bəs hamarlama işini nə ilə yerinə yetirirdik? Taxta tirciklə. Tamam, taxta tirciyin köməkliyi ilə. Qara metalımız hansı idi? Metal ərintilərimiz hansılar idi? Qara metallar deyil, nə müəllim? Polad, onlar dörüydü, qara metallar. Qara metalımız, bir də ərintilərimizi deyim müəllimə. Qara metalımız hansı idi? Çubuq, polad, manqan. Ərinti idi onlar müəllimə. Nəyin ərintisi idi? Dəmirin tərkibinə karbon qatmaqla müəyyən faizlərdə bunları əldə edirdik. Deməli, qara metalımız olur dəmir və bir də dəmirin ərintilərindən olan çubuq, polad, manqan, bunların hər biri olur qara metal ərintilərimiz. Yaxşı, bəs müəllimə, bu metallarımızdan hansı idi ki, alüminiumla misin ərintisindən hazırlanırdı? Duralüminium. Bəli müəllimə, duralüminium idi ki, hətta biz bunu 7-ci sinifdə daha geniş öyrəndik. Burada 2 dənə, biz indi bu şagirdlərin yaşına uyğun olaraq 2 dənəsi verib, amma normalda bu 7-ci sinifdə biz bunu daha geniş necə öyrəndik? Başqa hansı metalların ərintisi var idi burada? Müəllim, bir dəqiqə yadıma salım.
Bir alüminium haqqında. Dür alüminium, bəli. Dür alüminium şeydi də, nə müəllim, mis idi, maqnezium idi, Hə, sink idi. doğru, əla. Bir də alüminium idi. Ərintiləri. Doğru, əla, düzdür müəllimə. Maqnezium, mis, sink və bir də alüminiumun ərintisindən hazırlanırdı. Yaxşı, bəs müəllimə, sıxacların, G şəkilli sıxacın hissələri hansılar idi? Nəsə müəllim? G şəkilli sıxacın hissələri. Şeydi, dövrləmə, nə idi o? Yox. Sıxacı bir dənə yadınıza salın müəllimə, G şəkilli sıxac necə idi? Gövdəsi var idi, sonra... Onu yapışqanın arasına qoyurduq, mən Hə, deyəcəm. doğru. Deləri yapışqan detallar idi. Hə, sıxıcı vint, bir də onun dəstəyi. Bir də Üç hissəsi var idi müəllimə, ümumiyyətlə G şəkilli sıxacın. o çaxanı qoyurdu elə bil onun arasına. Məncə 7 sentə şeyə getdi ağlı. Dövrləmə çıxacaq. Dövrələməyə, hə. Yox, burada deməli gövdəsi var idi, ondan sonra sıxıcı vinti var idi, bir də sıxıcı vintin dəstəyi vardı, sıxıcının dəstəyi. 3 dənə hissədən ibarət idi. Yaxşı, bəs mismarlar təyinatına görə neçə növdə olurdu müəllimə? O yarım dairə, mismarlar təyinatına görə 3 hissə. Ay Allah, deyəcəm mənim bir dəqiqə. Uzunluğuna, başlığına, diametrinə görə. Tamam, əla, doğrudur. Bəs hansı hissələrdən ibarət idi mismarlar? Başlıq, mil, uc hissədən Uc hissədən ibarət idi. Doğrudur. Bəs müəllimə, mismar birləşmə yerinə yetirəndə nazik təbəqəni qalın təbəqənin üzərinə qoyub mismarlayırdı, yoxsa qalın təbəqəni nazik təbəqənin üzərinə qoyub? Mənim adı nədir? Nazik detalı, qalın detala mismarlayırlar. Mismarlayırdıq, tamam. Bu mismarlanma zamanı müəllimə oldu ki, mismar birləşməsi yerinə yetirdik. Mismarın uc hissəsi detalın digər tərəfindən çıxdı da, yəni daha uzun oldu. Bu zaman neynirdik biz orada? Əyləndə kəlbətinlə çıxardırdıq müəllim. Ya da çəkişin, o mismar çıxardanla çəkişin ağzında yarıq olur deyir. Tamam, doğru. Onu çıxardır. Bəs müəllimə, uzun olanda mismar uzun oldu. Detalın digər tərəfindən çıxdı ucluğu. Onda neynirdik? Şeydə, sağanaqdan onun üzərində. Hansı sağanaqdan istifadə edirdik bu zaman müəllimə? Dairəvi sağanaqdan istifadə edərək müəllimə bu zaman bəli, mismarı yenidən məmulatın səthinə daxil edirdik. Bu birləşmə daha möhkəm, daha etibarlı hesab olunurdu. Ən geniş yayılmış şuruplarımız hansılar idi bəs? Gizli şuruplar. Gizli başlığı olan şuruplarımız idi. Bəs burğularımızdan hansı idi ki, müəllimə? Onun 2 hissəsi var idi sadəcə. Yəni əsas kəsən tildən ibarət idi. Bir hissəsi var idi. Şeydən, nədir mənim deməyəcəm, burğular şeydir, nə? Şinekvari, mərkəzvari, spiralvari, qaşıqvari. Hansı idi? Qaşıqvari tili var idi. Bir dənə əsas kəsən tili var idi, bəs sonra? Bir də şeyin, adı nədir? Şinekvarinin. Yox, şinekvari ilə mərkəzvarinin 3 hissəsi var idi. Spiralvari ilə qaşıqvarinin isə... Şinekvari ilə mərkəzvarinin ucları var idi, 3 hissədən ibarət. Bəli. Doğru, çıxıntılar. Çıxıntılar var idi. Spiralvari ilə qaşıqvarını bilirəm. Yox. Hə, bəs onların hansı hissələri var idi o şinekvari ilə mərkəzvarinin? Müəllim, əsas kəsən tili olurdu, təpəsi olurdu. Bəli. Spiralvari kəsən tili. Spiralvari kəsən tili. Bəs sual olunsa ki, müəllimə, bu burğuların işlək hissələri, əsas işlək olan hissələri hansı idi? Nə var idi əsas işlək olan hissəsində? Tili. 2 əsas kəsən, 2 dənə də spiralvari kəsən tili var idi. Bəli, işlək hissəsi bunlardan ibarət idi. Yaxşı, bəs müəllimə, bayaq ki dediniz ki, mismar birləşməsi yerinə yetirəndə, əgər mismar əyilirdisə 1-2 zərbədən sonra biz onu çıxardırıq dedik. Ola bilər ki, şagird bu işi yerinə yetirir, amma nəticədə o baxır ki, pəstahın üzəri zədələnib. Nəyi düzgün yerinə yetirməyib?
Başa Bax düşmədim. müəllimə, mismar birləşməsi yerinə yetirir və mismara bir neçə zərbə yerinə yetirəndən sonra hələ mismar tam daxil olmayıb da detalın səthinə. Mismar əyilir. Bunu bayaq dediniz ki, bu zaman çəkicin başındakı yarıqla, bir də kəlbətinlə çəkib çıxartmaq olur. Amma bu üsuldan istifadə edir şagird. Amma nəticədə baxır ki, mismar çıxır, amma görür ki, pəstahı zədələnib də. Pəstahı. Nəyi düzgün yerinə yetirmir? Taxta parçası Tamam, qoymalıydım. doğru. Bəli, müəllimə. Altlıq taxta parçasından istifadə etməlidir. Deşiklər ümumilikdə neçə cür olurdu? Ay Allah, deşiklər. Biri detal boyu kəsilirdi, deşilirdi. Buna nə deyirdik? Hə, detal boyu, bir də iki formada olurdu deyəsən. Bir də Biri iki tərəfi açıq və yaxud da bir tərəfi açıq. Yəni o detal boyu açıq olan deşiklər bir tərəfindən baxırdıq, digər tərəfi görsənirdi də. Bunlara deyirdik ki, iki tərəfi açıq deşiklər və yaxud da bəzən də baxırıq deşikdən qaranlıq görsənir də, digər tərəfi görünmür. Bu da bir tərəfi açıq deşiklərdir. Bir tərəfi açıq deşiklərə hansı furniturlarımızı quraşdırırdıq? Mebel furniturlarından hansını quraşdırırdıq bir tərəfi? Necə? Yox. Rəf saxlayıcıları idi bu müəllimə. Rəf saxlayıcılarını bir tərəfi bağlı deşiklərə quraşdırırdıq. Gözümün qabağında deyə Allah haqqı. Yox, əsl yadınızdadırsa inşallah testdə tətbiq eləyə biləcəksiniz. İndi bu ki deyirsiniz, Ruhiyyə müəllimə, hər dəfə deyirsiniz ki, yadımdadır amma deyəm. İndi onu inşallah imtahanda sübut eləyərsiniz. Gələrsiniz bir. 100 balla gələrsiniz, orada inanarıq biz sizə. Sən bilmən sizə gələcəm. İnşallah 100 nəticədə. Görək ona saxlayıram özümü ki, müəllimə orada inşallah. Ay Allah. 51 olun bir dənə, 51 olsam, ölsəm dərdim olmaz. Yox, əstəğfurullah. İnşallah olarsınız müəllimə. Niyə də yox, əziyyət çəkirsiniz bu qədər. Daha sonra Nübar müəllimə sizlə davam edək. Siz ardıcılıqda müəllimə. Nübar müəllimə, hansı alətimiz idi ki, yonucu alətimiz idi ki, biz bundan son təmizləmə, yəni hamarlama işlərini yerinə yetirirdik bu alətlə? Bu rəndə idi. Bu rəndəmiz idi, tamam, doğru. Bəs sumbata kağızı ilə hansı materialların üzərini cilalaya bilirdik? Şüşəni, dəmiri, metalı, keramikanı, taxtanı, məncə hamısı olurdu axı. Doğru müəllimə, daşı hətta cilalamaq mümkün idi. Bir də şüşəni xüsusi yadımızda saxlayaq. Bəzən şüşə biraz yəni diqqətli olmayanda şüşə biraz məntiqən fikirləşəndə uyğun gətirə bilmirik. Yəni şüşəni belə eyni ilə o lehimləmədə necə idi? Orada deyirdik ki, şüşəni, ondan sonra keramikanı, qrafiti. Burada da yəni şüşəni yenə sumbata kağızı ilə cilalamaq mümkündür. Ümumiyyətcə sumbata kağızının quruluşu necə idi? Nədən ibarət idi? Müəllimə, elə bil ki, o cod idi da, ora nəsə qırıntılar, saxsı qırıntıları, nəsə. Mineral ovuntuları. Nəyin üzərinə yapışdırmışdılar mineral ovuntuları? Qalın bir kardon üzərinə. Kağızın və yaxud da parçanın üzərinə yapışdırmışdılar bunu, doğru müəllimə. Kağız və parça deyək. Bəzən də o parçanın, yəni qalınlaşdırmış parçanın üzərinə yapışdır. Eləyəndə kardon kimi bir qalın bir şey. Eləsi də var, bəli müəllimə. Biri də var ki, bəzən o da şeydir, normal bildiyimiz parça kimi deyil də, amma iş qutarandan sonra baxırsan ki, içərisində sanki qalınlaşdırmış saplar kimi belə yerində, hissəsində qalır. Deməli müəllimə, bəs tablandırma nə idi Nübar müəllimə? Tablandırma metalın qızdırılması 30-50 dərəcədə temperaturda qızdırılması və soyudulması. Deməli, poladın böhran temperaturu neçə oldu? 30-50. 50 dərəcə. Bundan sonra müəllimə, sürətli mi soyudurduq, yoxsa yavaş-yavaş mı soyudurduq möhkəmliyi artmaq üçün? Möhkəmliyi artmaq üçün sürətli soyuduruq, yumşaq olmaq üçün yavaş-yavaş. Yavaş-yavaş soyudurduq, doğrudur. Bəs biz müəyyən bir əməliyyat aparmaq üçün bizim işimizi yüngülləşdirən ləvazimat olsun, qurğu olsun, bu nə idi? Onlar tərtibatlar. Tərtibatlar idi. Yaxşı, bəs metallarla işləmək üçün tərtibatlarımız nə idi? Metallarla işləmək üçün tərtibatlarımız nə idi? Əymə tərtibatı bir də?
Hə, Bir sağanaqlar də idi. sağanaqlar idi. Bəs oduncaqla işləmək üçün? Atlıq taxta, dayaq, mişarlama qutusu. Tamam. Nə üçün idi müəllimə bu atlıq taxta mişarlamaq üçün onu zaten dedik. Dayaq və yaxud da mişarlama qutusu. Nə üçün idi bunlar? Dayaq nə isə mişarlayırıq onun üstündə. Atlıq taxta, məsələn, məngənədə versaq nəsə bir iş görəndə onu alta qoyuruq ki, məsələn, bu işini görəndə onun altına qoyuruq ki, zədələnməsin. Əsasən deyirdik, ülgülərin çəkilməsi üçün daha çox istifadə edirdik bu atlıq taxtanı. O birisi də müxtəlif bucaqlar altında Oduncağı mişarlamaq üçün idi. mişarlamaq üçündür. Tamam. Mişarlamaq qutusu. Doğrudur. Müəllimə, oduncaqdan şkaf, rəf, ondan sonra mebel hazırlayan mütəxəssisə və yaxud da peşə sahibinə nə deyirdik? Xarrat. Buna deyirdik xarrat. Bəs verstak necə tənzimlənməli idi? Verstak məncə boya uyğun tənzimləməli idi. Bəli, şagirdin necə olmalıdır? Şagirdin boyuna uyğun tənzimləməli idi. Həm də deyirdi ki, onun əllərinin içi, ovucuları verstakın qapağına sərbəst şəkildə toxunmalı idi. Tamam. Aha. Bəs daha sonra müəllimə sizlə nədən danışaq? Mebel furniturları müəyyən zamandan sonra əgər zəifləyirsə, bu zaman nə etmək lazım idi? Yəni laxlama baş verirsə mebellərdə. Bəli, onu tamamilə dəyişməkdə olar şurupları, tıxacları, amma həmin yerə oradan o taxta millər ki yapışdırılıbdı, onları çıxardıb, yenisi ilə əvəz eləyib, yapışqan surtöv yenisi ilə əvəz eləyib, üstündən həmin o mismar olsun da belə şurupları vurmaqda olar. Bu zaman köhnə şuruplardan istifadə edirdik, yoxsa yeni şuruplardan? Bəli, olardı. Köhnə şurupdan istifadə eləmək olurdu. Bəli. Ya şurupları çıxardırdıq, böyük diametrli şuruplardan istifadə edirdik. Əlimizdə belə bir şurup yox idisə, onda da həmin yerlərə bağlayırdıq həmin deşiyi taxta milciklə. Yenidən elə əlimizdə olan şurupu həmin o hissəyə, bağladığımız hissəyə şuruplayırdıq. Tamam. Bəs saat neçəyə qədər sabahınız xeyir deyirdik? 11-ə qədər. 11-dən sonra deməli, nə vaxta qədər deyirdik günortanız xeyir? Günortanız xeyir. Məncə o axşam üstünə qədər elə yazılmışdı. Doğru müəllimə, bəli, axşam üstünə qədər. Bu da təsadüf edir saat 5-6 radələrinə. Bəs pomidor toxumlarının cücərtiləri neçə günə çıxırdı? 4-6 günə. 4-6 günə. Bəs müəllimə, biz onu nə zaman üstünü açırdıq, üstündəki o plyonkanı çıxardırdıq və onun yerini dəyişirdik. Daha doğrusu 4-6 gündən sonra plyonkanı çıxartdıq. Onu düz dedik. Cücərtilər çıxmağa başlayanda biz plyonkanı götürürdük və onu gün düşən yerə qoymalıyıq ki, o yaşıllaşmalıdır da. Bəs yerini dəyişməyi nə zaman olurdu müəllimə? Yerini dəyişmək 3-4 yarpaq olanda birinci yerini dəyişirdik, sonra 10-15 sm hündürlüyə çatanda daimi yer. Daimi yerlərə əkirdik. Bu zaman da deyirdi ki, müəllimə, dediniz də, ara məsafəsi nə qədər qoyurduq yerini dəyişəndə? 8-12. Tamam. Yaxşı, bəs müəllimə, qapıların bağlanması üçün nəzərdə tutulan furniturumuz hansı idi? Qıfıllar, qıfıl dillər, bir də qıfıl dilciklər elə yazılıb. Qıfıl və qıfıl dilciklər. Bəs müəllimə, ümumiyyətcə furnitur nə idi? Nə işə yarayırdı? Furnitur yardımçı alət kimi sənə elə yazılmışdı deyəsən orada. Furnitur yığmaq üçün də müəllimə, elə bil ki, mebeli biz quraşdırırıqsa furniturdan istifadə edirik. Hissələrini, deyirdi ki, mebellərin hissələrini birləşdirmək üçün istifadə edirdik. Bəs siz dediyiniz o nə idi? Deyirdi ki, tikiş sənayesində istifadə olunan köməkçi məmulat. O nə idi? O düymələrdir. O da furniturdur. Sadə onu deyəndə həmin o hissəni, düyməni götürməyin. Çox vaxt çaşqınlıq olur. Tikiş sənayesində istifadə edilən köməkçi məmulat furniturdur. Bəli. Amma desək ki, ilk furniturumuz nədir? Onda biz düyməni götürürük ki, ilk furniturumuz düymədir. Bəs yaxşı müəllimə, nazik plastik kütlədən, metaldan, taxtadan olan furniturumuz nədir? Qapı dəstəkləri.
Dəstəklərimizdir. Bir dənə də müəllimə, mismarla ardıcıllığımız necə idi? Mismar birləşməni yerinə yetirmə ardıcıllığımız. Biz mismarın yerini qeyd edirik, o vurulacaq yeri qeyd edirik. Nazik detalı qalın detala birləşdirməliyik. Sonra sol əlimizdən mismarı tuturuq. Sağ əlimizlə çəkic zərbələri vururuq. Bu zamanda əlimiz dəstəkdən 20-30 mm kənarda olmalıdır. 1-2 zərbə yavaş zərbə vurduqdan sonra sol əlimizi götürməliyik. Möhkəm zərbələrlə işi davam etdirməliyik. Davam etdirməliyik. Tamam. Bəs müəllimə, suni deməli, daha doğrusu sintetik yapışdırıcılarımız hansılar idi? Puva, kley deyirsiniz müəllimə. Puva kley idi. Bəs hansı kleyimiz idi ki, kley deyəndə yəni yapışqanımız idi ki, bu sarımtıl rəngli toz idi. O kazein. Bu isə kazein yapışqanı idi. Tamam. Bəs ağ rəngli qatı maya şəklində olan hansı idi? O puvadır. Bu isə PV yapışqanı idi. Tamam. Düzəldilmənin, metalın düzəldilməsinin keyfiyyətini nə ilə yoxlayırdıq? Düzəldilmənin keyfiyyətini xəttkeş üzərində. Xəttkeş və düzəltmə lövhəsi üzərində. Bəs əyilmənin keyfiyyətini? Şablonlarla. Şablonlarla yoxlayırdıq. Yaxşı, bəs müəllimə, ensiz metal zolaqları və yaxud da məftilləri nə ilə əyirdik? Kəlbətinlə. Yastağız, yumrağız kəlbətinlə. Kəlbətinlə, doğrudur. Bəs halqa şəklinə nə ilə salırdıq? Yumrağızla idi Yumrağız məncə. kəlbətindən, bu da doğrudur. Bəs təmizlənən səthi məngənənin dodaqlarından hansı məsafədə hündürə çıxardırdıq? Təmizlənən səthi 5-7. Yox, 5-8-də, o bir dənə 7 hardan gəldi ağınıza? Hə, 5-8 mm hündürlüyə çıxardırdıq. Bəs əyiləcək səthi məngənənin dodaqlarından hansı məsafədə yerləşdirirdik? Eyni məsafədə olurdu. Nişanlama xətti boyunca. Tamam, doğrudur müəllimə. Daha sonra Pəri müəllimə, sizlə davam eləyək müəllimə. Axşamınız xeyir olsun müəllimə, axşamınız xeyir. Pəri müəllimə, siz deyin görək müəllimə, ilmələrin ölçüsünü, tikişlərin emal paylarını nişanlamaq üçün, ülgünün üzərindəki qısa kəsikləri ölçmək üçün nədən istifadə edirdi? Bax, hamısını kiçik-kiçik dedik. Xəttkeşdən. Tamam, bu zaman xəttkeşdən. Amma desəm ki, metrədən ölçülərin götürülməsi üçün, parçanın enini, uzunu, bu biraz böyük olur. Nə ilə ölçürdük? Orada santimetr lentinlə. Lentlə, tamam. Santimetrli lentin quruluşu necə idi? Onun quruluşu deyirdik elastiki olur, həm də dartılmayan olur. Yox, deyirdik yumuşaq və elastikdir, ona görə deyirdik dartmamalıyıq da, elastikdir axı. Dartanda ölçünü düzgün əldə eləməyəcəyik. Ona görə deyirdik ki, elastik olduğuna görə dartmamalıyıq. Yox, ümumiyyətlə dartılmayan materialdır öyle. Dartmamalıyıq, yox, dartsaq da dartılan deyil. Axı, bəs elastikdir axı müəllimə, elastikdirsə deməli o uzanır da, öz ölçünü... Yox, elastik belə deyək ki, Yumuşaq qatlana bilir də, belə bildim nəyə nəzərdə tutsun. Yəni onu qolun ölçüsünü, belin ölçüsünü götürmək olur da, şeydir. Fırlamaq olur. Amma müəllimə, elastikliyi olmasa dartılmama sözünü də deməzdi. Çünki elastikliğinə görə dartanda ölçünü düzgün götürməz də. Çünki qayıdıb əvvəlki formasına qayıdacaq axı. Ona görə deyirdi ki, bizə elastikdir. Dartılmamalıdır. Bəli, ölçü götürərkən biz onu dartılmamalıdır. Bəs müəllimə, oymağı hansı əlimizin, hansı barmağına görə seçirdik? Oymağı işlək əlimizin deyirdik, orta barmağına keçirməliyik, işlək əlimiz də sağ əlimiz. Sağ əlimiz idi, doğrudur. Sol əlimizə nə deyirdik bəs? Sol əlimizə sabit deyirik, nə deyirik? Yox, pasif deyirdik, müəllimə, işlək əlimiz, bir də pasifə. Bəs qapılarda necə idi, müəllimə? Qapının layına və çərçivəsinə nə deyirdik? Hə, ona deyirdik, ona da bir cürə şey deyirdik. Qapının deyirdik, daşınan elementi? Daşınan elementi, sabit elementi. Sabit elementi, tamam, doğrudur müəllimə. Yaxşı, bəs müəllimə, ülgünü parçaya bərkitmək üçün nədən istifadə edirdik? Ülgünü parçaya bərkitmək üçün nədir o alətdən?
Sancaqlardan istifadə eləyirdik. Bunu mu demək istəyirdiniz? Hə, sancaqdan. Yox, Sancaqlar. sancağı demək istəmədim. Hə, sancaqdan istifadə edirik. Bəzi lazım olanda da deyirik köklür. Kökləmə. Hə, siz o şeydə idi o aplikasiyadan yadınızda qalıb yəqin oradan dediniz. Yaxşı, bəs müəllimə, nə zaman olurdu ki, biz parçanı üst tərəfi içəri olmaqla uzununa belə deyək, tən yarıdan qatlayırdıq. Sonra da kənarlarını düzəldirdik, qatlanan hissələri əlimizlə hamarlayırdıq. O şeydir, əyriliyin aradan qaldırılmasında eləyirdik. Yox, orada da üst-üstə qoyub iki qatlayırdıq. Amma burada deyirəm, tən ortadan, tən yarıdan qatlayırdıq. Sonra diqqətli olun müəllimə, deyirəm ki, əlimlə hamarlayıram, düzəldirəm parçanın kənarlarını. Onda biçilməsi, Sərilməsi. Hə, doğru, parçanın sərilməsi idi, doğrudur. Amma desəm ki, kənarlarını üst-üstə qoyub iki qat qatlayıram, orada bir dənə diaqonal sözünü həmişə yadınızda saxlayın. Diaqonalları boyu çəkirik, onda əyriliyin aradan doğru müəllimə. Bu zaman əyriliyin aradan qaldırmasıdır. Müəllimə, bəs biçilmə nəyə deyilirdi? Parçanın biçilməsi. Parçanın biçilməsi müəyyən ölçülərlə nişanlanmış səhvlərin Konturlar üzrə kəsdi. Doğrudur müəllimə. Deyirdi ki, dərzi qayçısı ilə nişanlanmış parçanın dərzi qayçısı ilə nişanlanmış konturlar üzrə kəsilməsi. Konturlarından kəsilməsidir. Tamam. Bəs müəllimə, nəm isteğmalı yerinə yetirərkən məmulatla göz arasındakı məsafə nə qədər olmalı idi? 35-40. Yox, 30-35. 30-35. Tikiş üçün emal payını nədən asılı idi müəllimə? Tikiş üçün emal payı parçanın tikişin növündən asılıdır, parçanın pürçümlənməsindən asılıdır. Bir də təyinat, tikişin təyinatı növü, o ikisini bir deyək. Tikişin təyinatı növü və bir də parçanın süzülməsindən asılı olaraq dəyişirdi. Tamam. Yaxşı, bəs müəllimə, ütünün istilik dərəcəsini ilk dəfə necə müəyyən edirdi ki, parça üçün uyğundur ya uyğun deyil? Onu parçanın, əgər parçadırsa, tikəriksə onun parçanın qırıntısı üzərində eləyirik. Məsələn, məmulatdırsa, hazır paltar ütülürsə, onun tərs üzündən bir dalda yerindən qırıntısından belə deyək. Bəli. Görürük ki, ölçüsündədir, ütülürük. Doğru müəllimə. Yaxşı, bəs müəllimə, hansı buterbrotumuz idi ki, biz onun üzərinə ərzaqları isti halda düzürdük? O elə bil tartin idi. Doğru müəllimə, bəli, tartinlər idi. Tartinlərdə hansı ərzaqlardan istifadə edirdik bəs? Tartinlərdə ki, balıq idi, pendir idi, elə bilmə. Tartinlərdə müəllimə, yumurta qayğanağı idi, omlet idi, pendir idi, kotlet idi. Bunlardan. Balıq sabırsında idi elə bil. Siyənək balığı kanepədə idi, bəli. Pendir, paştet, siyənək balığı. Bunlar kanepenin ərzaqları idi. Bəs hansı buterbrotlar idi ki, biz onu həm də qəlyanaltı deyirdik? O kanapə idi. Kanapə idi. Bəs soyuq qəlyanaltılarımız nə idi? Soyuq qəlyanaltılarımız yumurtanı hətta deyirdik ki, soyuq qəlyanaltılarda yumurtadan istifadə edirik. Bu omlet idi, müxtəlif salatlar idi ki, buna da soyuq qəlyanaltı deyirdik ki, yumurtadan orada istifadə edirdik. Bəs yaxşı müəllimə, siz çayın ya belə deyək, yetişdiyi ölkələrin ardıcıllığını deyin. Çay Çində əmələ gəlir. Oradan yayılıb. Hindistan, sonra? Hindistanda dedik... Avropada yayılmasını soruşuram müəllimə. Çinlə başlamayaq. Bax, Avropada ilk dəfə hansı ölkələrdən başlanıldı çay yetişdirilməyə? Hindistan, İndoneziya, sonra Seylon, Şri Lanka, Yaponiya, Afrika. Şri Lanka, bax, oraları demək istəyirəm. Bəli, bəli. Ən sonda Azərbaycan. Azərbaycana da ən sonda gəlir. Bəli, bəli müəllimə. Azərbaycana da əslində 19-cu əsrin 40-cı illərində köhnə kitablarda verilmişdi. Bu dərslimizdə yoxdur. Bəs Çində nə məqsədlə istifadə olunurdu çay müəllimə? Çində
müəyyən xəstəliklər, mədə bağırsaq və elə bir Sinir sisteminin müalicəsi. Sinir sisteminin müalicəsi üçün onu İstifadə edirlər. Tamam. Buterbrodlar istifadədən neçə dəqiqə əvvəl hazırlanırdı? 30 dəqiqə əvvəl 30 dəqiqə əvvəl hazırdı. Müxtəlif əyri xətli səthlərin, çıxıntıların, emal payının çıxarılması üçün nədən istifadə olunurdu? Hansı təmizləmə alətindən? O yeyədən istifadə olunur. Müxtəlif əyri xətlər müəllimə, bax diqqətli olun. Müxtəlif deyilsə biraz kələ-kötürlük var. Hə, onda törpüdən istifadə olunur. Törpüdən. Amma desəm ki, əyri xətli səthlərin düzəldilməsindəyim. Onda yeyə olar yəni. Yox, diqqətli olun. Yeyədə bərk oduncaq deyirdik. Hə, bəlkə oduncaq bir də düz xətlilik mi deyirik, nə deyirik elə bir. Yeyədə bərk oduncağın emalı təmizlənməsi üçün istifadə edirdik. Əyri xətli səthlər suvantda deyirdik. Yeyə bir də müxtəlif hündürlükdə kərtişləri olan tablandırılmış metal tircik idi. Bəs iri kərtişləri olan tablandırılmış tirciyimiz nə idi? Metal tircik. O törpüdür. Bu da törpü idi. Əksinə xırda olanı isə? Xırda ondan müxtəlif hündürlükdə də yeyədir. Xırda da suvantdır. Natrillərdir. Tamam, doğru, düzdür müəllimə. Hə, natrilər doğru 6-cı sinifdə idi. Bəs müəllimə, hər bir ümumiyyətlə vəsaitlər neçə qrupa bölünürdü? Qoy oradan sual verim. Vəsaitlər 4 qrupa ilə bölünürdü. Hə, hansılar idi müəllimə? Hansılar idi? Maddi, maliyyə, sonra maliyyə, maddi, energetik, bir də o birinci nə idi yadımdan çıxır? Əmək vəsaitləri idi. Doğru müəllimə. Bəli, əmək vəsaitləri idi. Doğrudur müəllimə. Daha sonra Lamiyə müəllimə, sizlə sual cavab eləmişik müəllimə. Lamiyə müəllimə uzaqdadır deyəsən. Yadımdan çıxdı müəllimə, yuxarıdadır adların hamısı, sual cavabda iştirak edənlər. Sizdən sonra Pəri müəllimə Fatimə müəllimədir. Fatimə müəllimə, sizlə davam eləyək müəllimə. Bəli, Leyla müəllimə. Fatimə müəllimə, sizlə sual cavab elədik? Xeyr. Hə, yadımdan çıxır ya. Lamiyə müəllimə ilə də səhv eləməmsə eləməmişik, amma müəllimə yoxdur yaxınlıqda deyəsən. Hə, gəldi müəllimə. Fatimə müəllimə ilə davam eləyək müəllimə, sizə qayıdacağam Lamiyə müəllimə. Bayaq çağırdım, eşitmədiniz. Fatimə müəllimə, siz deyin maqnit saxlayıcıların quraşdırma ardıcılığını. Maqnit saxlayıcı ilə lövhəci yeri qeyd olunur. Sonra qapıya bərk edilir. Sonra maqnit saxlayıcının yeri elə seçilir ki, qapı bağlı olanda onlar elə bir üst-üstə düşsünlər. Sonra bir ilə şurupun yeri qeyd olunur. Şurup axıra qədər bağlanmır. Sonra lövhəci ilə qəlibin, yəni onlar qarşı-qarşıya olduqda artıq əmin olur ki, qarşı-qarşıyadır. Onda şurup sona qədər bağlanır. Əla, doğru müəllimə. Yadda qalıb axı kişi. Axı görəm. Maşallah. Hiç faydalaşmıram bundan sonra. Bəs müəllimə, pomidorun yetişdirilmə ardıcılığını da deyin, zəhmət olmasa. Orada öncə texnoloji xəritə hazırlayırıq. Lazım olan seçirik nə lazımdır onları. Sonra 2-3 saat istilik sistemin yanında saxlayırıq. 30 dəqiqə manqan məhlulunda, manqan idi. Hə, düz deyirsin, manqan məhlulunda saxlayırdıq. Onda saxlayırdıq. Sonra isə yeşiyi götürürdük, drenaj yerləşdirirdik. Üstünə də 15-20 santim bir torpaq tökürdük. Sonra çubuqla qızlar çəkilirdi. Sonra deyəsən cərgə toxumlar səpilirdi, əkilirdi toxumlar. Sonra da üstü sulanırdı, üstü örtülürdü. Cücərtlər də çıxmağa başlayırdı. 4-6 gündən sonra cücərtlər çıxmaya başlayanda üstünü açırdıq, gün düşən yerə qoyurduq. Sonra 3-4 də yarpaq olanda onların yerlərini dəyişirdik. 8-12 santim aralıqda əkilirdi.
Onlar da 15 sm hündürlüyə qalxanda onları daimi yerlərinə əkilirdi. Əla, doğru. Dibçəyə birləşmə. Doğru müəllimə, əla, düzdür müəllimə. Ümumiyyətcə pomidor bitkisi neçənci əsrdə hardan gətirilmişdi Avropaya? 16-cı əsrin ortalarında Cənubi Amerikadan gətirilmişdi. Doğrudur müəllimə. Bəs pomidorlar bir-birindən nəyinə görə fərqlənirdi? Bir-birindən ölçüsünə görə, ölçüsüdür, yoxsa forması, ölçüsü, sonra nə idi? Müəllimə, bax, quruluşuydu, rəngi idi, bir də dadına görə idi. Hə, quruluşu, rəngi, dadı. Tamam. Buna da bir xeyli vaxt lazımdır öyrənmək mənə. Yox, zaten elə quruluşu deyəndə ölçüsü kimidir. Testdə görsəz müəyyən eləyəcəksiniz də, fikrinizdə tutduğunuzu başa düşürəm. Bəs müəllimə, sıxıcı, vinti, qəlbi və xətkeşdən ibarət olan nişanlama və ölçmə alətimiz hansı idi? Necə? Sıxıcı vint. Bir də deyin zəhmət olmasın. Sıxıcı vinti, qəlbi və xətkeşi var idi. Hə, başa düşdüm indi. Sıxıcı vint, qəlib, xətkeş. Bu xərat günyəsidir. Tamam, doğru. Bəs yaxşı müəllimə, oldu ki, şagird bir pəstahın üzərində qoşa xətt çəkmək istəyir, eyni bərabərlikdə. Bu xətləri Reismusdan istifadə eləyəcək. Yaxşı, bəs müəllimə, bizim ölçmə və nişanlama alətlərimiz hansılar idi? Yalnız həm ölçürdü, həm nişanlayırdı. Bunu istəyirəm. Hə, o metal ölçmə lentidir. Bölgüləri olan xətkeş, xarrat günyəsi, bir də transporter. Tamam, doğru, bəli müəllimə. Bir də transporter idi. Bəs bucaqlıqlar hansı materialdan olurdu? Bucaqlılar taxtadan və metaldan hazırlanırdı. Uc və qəlibdən ibarət idi. Oduncaqdan hazırlananın iki hissəsi var idi müəllimə, doğrudur. Amma metaldan elə bir dənə metal idi də, bütöv şəkildə idi. Amma oduncaqdan iki hissəni birləşdirmişdilər deyə qəlib və uc hissədən ibarət idi. Doğrudur. Bəs müəllimə, metal ölçmə lentində ölçülər hansı ölçü vahidləri ilə göstərilmişdi? Millimetrlə. Sonra millimetr, sonra birləşirdi o böyük xətlər. Aha. Hə, millimetr, santimetr, metr. Metrə ümumi olurdu. Deməli müəllimə, bax o tək-tək balaca xətlər millimetr idi. Sonra ortadan bir dənə o ikisi 10 millimetrin arasında 5 millimetrə çatanda deyirik santimetrin yarısı. Bir də o ümumi arada ona da deyirdik ki santimetr. Bəli, elədir. Doğru, millimetr, santimetr, bir də santimetrin yarısı. Hər ehtimala bunu da öyrənək. Düşünmürəm ki, nəsə oradan bir sual, amma hər ehtimala dərslikdə var deyə bir yadımızda qalsın. Bəs yaxşı müəllimə, bir də siz Reismusun hissələrini deyin, hansı hissələrdən ibarət idi? Reismusda qəlibdir, qəlib, meydança, pas, kiçik mismar, bir də tircik. Tirciklərdən ibarətdir, doğrudur. Bəs müəllimə, pərçimin quraşdırma ardıcılığı necə idi? Pərçim belədir. Deməli, öncə biz yerini müəyyən edirdik, nişanlama yerini müəyyən edirdik. Sonra həmin deşiyi yerini müəyyən edirdik, deşiyi də deşiyi açan və burğu ilə deşiyi açılırdı. Açılan deşiyi də dəliyin diametrindən 1-2 milli böyük olmalıydı. 0.1, 0.2. Yox, o yox. Bir dəqiqə. Əvvəlcə deməli biz deşiyi açırdıq. Deşiyi açan burğu ilə deşiyi açırdıq və orada iki pəstahı da eyni anda deşiyi açıla bilərdi. Doğrudur, bəli. Sonra da deşiyin diametri gedirdi, həmin o pərçimin diametrindən 1-2 milli böyük olmalıydı. Müəllimə, 1.2, 1.1, 1.2 idi, 1-2 yox. 0.1, 0.2. Daha doğrusu 0.1, 0.2, hə, 1 deyirəm. Doğru müəllimə, bəli. Tamam, böyük olmalıydı. Sonra pərçim deşiyə salınırdı. Sonra saxlayıcının köməyi ilə elə bir pərçimin başına geydirilirdi. Sonra çəkic zərbələri ilə vurulurdu. Bir də orada bir ardıcılığımız, dörddəki ardıcılığımızı biraz unutdunuz müəllimə. Milinin... Bir dəqiqə istəyirəm. Buyurun, müəllimə. Deməli, pərçimi keçirdi, sonra isə pərçim həmin o deşikdən
1,3, 1,6 elə bir ki, bayra çıxmalı idi. Doğru, düz. Çölə çıxmalı Bəli, idi. deşiyin Sonra üzərinə. elə bir xalqı qoyurduq onun başına, çəkic zərbələri vururduq. Sonra da dairəvi çəkic zərbələri ilə onu pərçimləyirdik. Doğru. Sonra da spazın köməyi ilə ona forma verirdik. Tamam, əla. Bir dənə orada bir nüans da yaddan çıxdı müəllimə. O üzərinə deşiyin pərçimin milini dedik ki, çıxdı üzərinə deşiyin digər tərəfindən. Sonra həmin o başlığını, var olan başlığını oyuğa yerləşdirirdik. Sonra deyirdik dartılma boyunca bəli. Platini qoyurduq onu. Hə. Zədələnməsin deyə. Bəs müəllimə, elektrik sxemləri neçə cür olurdu? 2 cür olurdu. Prinsipial və montajlı. Montajlı, doğrudur müəllimə. Bəs daha sonra deməli nəyisə, sxemlərin zaten şərti qrafik təsvirlərini soruşmuram. Onu bir probleminiz olmayacaq bilirəm. Bəs müəllimə, kənarlardakı olan cot hissələrin, parçanın kənarlarındakı olan cot hissələrin kəsilməsi mərhələsinə nə deyirdik? Onu yox, kənarların elə kəsilməsi idi. Tamam. Bəs parçanın əyri tərəfindən bir dənə sapı çıxardırdıq. Əyri sözünü deyirəm, bax. O bir dəqiqə, kəsiklərin düzəldilməsi. Düzdür. Kəsiklərin düzəldilməsi. Orada əyri kəsilibsə sözü falan var. Bəzi müəllimlər orada əyri sözünü görəndə deyir ki, yəqin əyriliyin aradan qaldırması. Yəni orada birinci diaqonal boyu dartmaqla bəli. Doğrudur. Parçanın üst tərəfi içəri olmaqla burada qatlayırdıq. Üst tərəfə içəri olmaqla sözü də 2 yerdə var idi. O da çaşdırması müəllimləri. Parçanın sərilir, yəni ülcü qoymaq üçün səriləndə. Doğru. Tərəf içəri olmaqla qatlar. Doğru müəllimə. Bir də əyriliyin aradan qaldırılması. Əgər diaqonallar sözündən deyirsə, bilirik ki, bu əyriliyin aradan qaldırılması mərhələsi idi. Bəs yaxşı müəllimə, ütülər təyinatına görə neçə növdə olurdu? Ütülər, buxar, elektrik buxar. Tamam, doğrudur. Bəs müəllimə, iş prinsipinə görə neçə cür olurdu, işləmə üsuluna görə? İşləməsinə görə bir dəqiqə, işləməsi o gücünə görə yox, buxar müəllimə, qoy birini yadınıza salın. Buxar ütüsü. Hə, buxar, elektrik buxar ütüsü. Tamam, doğru, əla müəllimə, bəli.